Ermənistanın anayasasında, əsas qanununda Azərbaycan ərazi bütövlüyünə qarşı iddialar var. Azərbaycanın Qarabağ bölgəsinə iddialar var. Və belə olduğu təqdirdə sülh sazişinin imzalanması mümkünsüz. Ona görə Ermənistan Respublikasının anayasasına dəyişikliklərin edilməsi bu labüd şərtdir. Bu müddət ərzində həmin dövlətlər tərəfindən heç bir əməli addımlar problemin çözülməsi istiqamətində işğalçı olan Ermənistana işğal etmiş əraziləri Azərbaycana geri qaytarmağa, beynəlxalq hüquqa hörmət etməyi, öz öhdəliklərini yerinə yetirmək istiqamətində Ermənistana heç bir baskı olmadı. 2023-cü ilin Eylül ayında isə bir günlük antiterror əməliyyatı nəticəsində tam egemenliyini, suverenliyini bərpa etdikdən sonra həmin bu müddət ərzində 30 ilə yaxın olaraq heç bir fəaliyyət göstərməyən siz qeyd etdiyiniz Batı paytaxtları onlar Azərbaycana baskı etməyə başladılar. Ancaq Azərbaycanın apardığı və yürütdüyü müstəqil xarici siyasət, bizim üçün dost və müttəfiq ölkələrin dəstəyi və bu sırada təbii ki, ilk olaraq mən qardaş Türkiyəni, bizim üçün qardaş olan dövlət, bizim müttəfiqimizi nəzərdə tuturam. Həmin o dəstəyi biz hiss etdik. Bir sıra digər ölkələr Azərbaycanın haqq səsini dəstəklədiyini gördük və ona görə də bütün bu planlar, onlar iflasa uğradı.